Bölgə TV-də Şəhid Anılar, Vətən Tanılar layihəsinin 3-cü verilişində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ziyadxan Əliyevin əziz xatirəsi anılacaq. Mən Həziyeva Müşkinaz Həzi qızı, qəhrəman şəhidimiz Əliyev Ziyadxan İbrahimoğlunun anasıyam. Müşkinaz xanım, şəhidimizin uşaqlıq illəri necə keçib, necə bir övlad idi? Onu tanıyanlar ən çox hansı xüsusiyyətlərini xatırlayır? Ziyadxan Kürdəmirin Carlı kəndində doğulub. Biz əslində Cəbrayıl rayonu Sultanlı kəndindəyik. 93-cü ildə məlum səbəblərə görə məcburi köçkün gələrkən Carlı kəndində məskunlaşdıq, məktəb binasında və üzr istəyirəm, övladlarımın hər üçü o məktəbdə dünyaya gəliblər. Ziyadxan övladlarımın ikincisidir, oğlan uşaqlarından birinci idi. Təbii ki, o dövrün özünün istər maddi, istər mənəvi sıxıntıları, çətinlikləri həddindən çox idi. Bir an içində elimizdən, obamızdan didərgin düşmüşdük. Demək olar ki, hər şeyimizi qoyub gəlmişdik. Ancaq cəmaət, el, oba bizə qol qanad açmışdı. Yaxşı qarşılanmışdıq, gözəl əhval-ruhiyyətinə də olmasa, müəyyən mənada dəstəkçilərimiz var idi və məktəb evin binasında yerləşmişdik. Ziyadxanın uşaqlığı elə demək olar ki, məktəbin müəllimlərlə məktəb həyatında keçibdi. Çox sakit uşaq idi. Biraz da həddindən artıq zəkalı idi. Məktəbin zavuçu var idi, Əkbər müəllim, Allah rəhmət eləsin. O həmişə deyirdi ki, Ziyadxan sanki böyüyüb, sonra bir də yenidən balacalaşıb. O qədər tərbiyəli, dərin zəkaya malik bir uşaq idi. Heç kimin xətrinə dəyməzdi. Yoldaşları ilə heç vaxt dalaşmayıbdı. Məktəbdə uşaqların hər üçü əlaçı idi, Ziyadxan da o cümlədən. Belə, demək olar ki, çox sakit və ən çox da istiqanlılığı ilə seçilirdi. Təkcə bir anası kimi mən yox. Demək olar ki, bütün qohum, əqrəbə, hər kəs, onu tanıyan hər kəs ancaq onun istiqanlılığın, mehribançılığın, diqqətçiliyin, həddindən çox diqqətçiliyidir. Müşkinaz xanım, onun fərqli və yadda qalan xüsusiyyəti nə idi? Dediyim kimi, fərqli xüsusiyyəti ondan ibarət idi ki, o sanki empati qurmağı çox sevirdi və uşaq var ki, biraz valideynə qarşı laqeyd olur, getdiyi yerdə məsəl üçün münasibəti biraz kobud olur və yaxud da ki, fikirləşir ki, əşə nə olar? Ziyada o yox idi. Ziyadxan həddindən artıq diqqətçili idi. Məsəl üçün, hara getdi, hardan gəldi, bir yerə gedirdisə, məsəl üçün, gedib çatırdısa, onu atasına və yaxud da mənə biz narahat olmayaq deyə məlumat verirdi. Həmişə həddindən çox anaya, bacıya, ataya, qardaşa qarşı diqqətçili idi. Hər şeyə diqqət yetirirdi. Nə bilim, qayğıkeş idi. Bibisini daha çox istəyirdi. Bibi deyəndə biz Qarabağlılar əminin həyat yoldaşına bibi deyirik. Biz, onun övladı yox idi. Biz ikimiz demək olar ki, uşaqları şərikli böyütmüşdük bir evdə. Ziya ancaq onun bir başqa çox istəyirdi. Nə bilim, o qədər qayğıkeşli uşaq idi ki, bir də uşaqlarımın içində də vardı. Ziya da biraz o həddindən çox idi. Ziya heyvanları da çox sevirdi. İndi qismən imkan olarsa veriliş boyu danışaram onun heyvanlarla bağlı, heyvanların qorumağı ilə bağlı. Belə özünə məxsus xüsusiyyətləri çox idi. Ədəbiyyatı, fəlsəfəni çox sevirdi. Həddindən çox kitab oxuyurdu. Mütaliəni sevirdi. Bilməm, bəlkə o da ailədən gələn bir şeydir. Çünki bizim evimizdə həmişə kitab öncəllik təşkil edibdi. Ziyadxanın dostları da münasibəti necə idi? Hə, demək olar ki, Ziyadxan həmişə tələbəçilik dövründə də onun uzaqdan Naxçıvanda zadda olan dostları orada tək qalmasınlar deyin. Hər dəfə Ziya Kürdəmirə gələndə onlar özləri ilə kim ki Naxçıvana gedə bilmirdi, uçuş yollar bağlı idi, onları gətirirdi. Hətta onlardan biri Mətin Oğuz, o da jurnalist fəaliyyəti ilə məşğuldur. O da bizim dəfələrin evimizdə olubdur, qonağımız olubdur. Həddindən çox da istəyirəm xətrin.
Ziyanın dostlarını ən çox mən Ziya şəhid olandan sonra tanıdım. Çünki danışırdı, bilirdi. İndi mən rayonda, kənddə yaşayırdım, o Bakıda oxuyurdu. Ziyanın dostları onun şəhid olduğu gün, üçü günü, dəfn günü, onda biz həddindən çox mən Ziyanın dostlarını gördüm ki, təbii ki, indi o dostluğun hər adamı da dost demək olmur. Əqidə dostları var ki, hələ də indinin özündə də Ziya 6 ildir yoxdur, ancaq bizlə münasibətlərin qoruyub saxlayıblar. Məsəl üçün müəyyən tədbirlərində gəlirlər, gəlməsələr də bayramlarda, ad günlərində belə mənlə əlaqə qururlar. Ancaq dostluqların da fərqli yanaşmaları olur. Hər kəs eyni xarakterdə deyil və hər kəs dostluğa eyni önəm vermir. Ancaq yaxşı dostlar çoxdur. Milliyyətçi gənclər daha çox Ziyaya önəm verirlər. Alternativ Real Partiyasının üzvləri hələ də dostluqları davam eləyənlər var. Vətən sevgisi və hərb yolu, vətənə bağlılığı necə formalaşdı Ziyada? Vətən sevgisi deyəndə biz 93-cü ildə mən torpaqlarımız işğal olunanda mənim özüm 23 yaşında bir gənc idim və demək olar ki, özüm cinsim qadın olsa da həddindən çox vətənpərvər idim. Atası 93-cü ildən hələ tələbə idi, vəziyyət pis olanda 90-cı ildən sonra, 90-cı il yanvar hadisələrindən sonra texnikumda oxuya-oxuya, o vaxt Neft Kimya Texnikumunda oxuyurdu atası da. O da gəldi, döyüşlərə qatıldı. Polisin nəzdində olan Ziyalılar Batalyonunda könüllülər dəstəsi vardı. Orada döyüşdü, atəşkəs dövrünə qədər də, 94-cü ilə qədər. Hətta yaralanmışdı da. Sadəcə 93-cü ildə biz qaçqın gələndən sonra qaynatan rəhmətə getdi. İbrahim təzədən döyüşə qayıtdı, sonra təxris olundu. Bizim vətənpərvər olmaq məcburiyyətində idik. Çünki mən, bilirsiniz, yəqin ki, sizin də bildiyiniz kimi, Sultanlı Cəbrayıl rayonu üzrə ən çox, bəlkə də deyərdim, Azərbaycanda ən çox alimi və professoru olan bir rayondur, kənddir. Sultanlının 150-dən çox alim və professoru var. Mən özümə borc bilirdim ki, o torpaqların unudulmaması üçün, gələcək nəsillər o torpaqları ürəyində də olsa yaşatması üçün onun təbliğini aparım. Məsəl üçün, mənim uşaqlarım heç biri nə Cəbrayılı görməmişdilər, nə Laçını, nə Qarabağı. Ancaq mən onların bir növ rəssam kimi cizgilərini çəkirdim onlar üçün. Belədir, dağı belə idi, aranı belə idi, Araz belə axırdı. Bu təbliğat daima bizim evimizdə gedirdi. Bəlkə də onun təsiri idi ki, Ziya artıq 14 yaşında, 7-ci sinifdə oxuyurdu Ziya milliyyətçi gənclərə üzv olanda. Və hətta rayonda yaşaya-yaşaya, Carıda yaşaya-yaşaya o Facebook vasitəsilə milliyyətçi gənclərlə əlaqəli idi və həddindən çox oranın aktiv iştirakçıları idi. Sonraki tələbəçilik illərində təbii ki, dostlarının sayı da artdı, milliyyətçi gənclər də fəaliyyəti də artdı və onun vətənpərvərliyi, bayrağa, vətənə sevgisi, mən deyərdim ki, balaca yaşında. Mən onun müsahibələrimin birində də demişəm, hətta Yaqut xanımın kitabında da var o. Birinci sinifə gedəndə mən onun Kürdəmir bazarına gətirmişdim məktəbli paltarı almağa. Atası ona əlavə özü üçün nəyisə almaq üçün pul vermişdi. O vaxtda üstü bayraqlar təzə çıxmışdı. O həmin pulu qaçdı, verdi bayrağa. Dedi ki, ana, mən bunu məktəbdə stolumun üstünə qoyacağım. Təbii ki, aldı və qoydu. Bayraq Ziya üçün hər şey idi. Həmişə deyirəm, müsahibələrimdə də həmişə deyirəm, o bayraq günündə zəng eləyirdi səhər-səhər o başdandan. Milli bayramları daha çox sevirdi. Zəng eləyirdi, deyirdi ki, Bəxtiyar Vahabzadə nə deyib ana? Bayraq mənliyimdə, bayraq kimliyim, bayraq öz yurdum, öz hakimliyim. Hər vaxt o iki kəlmə, şeiri gərək mən onun üçün təkrar deyirdim. Yəni, həddindən çox vətənpərvərdir. Biri var ki, vətən qürurçular,
biri var vətənpərvərlər. Həmişə dostlar da indi də danışanda deyirlər ki, Ziya bəlkə də bizim içimizdə yeganə oğlu idi ki, sözü ilə əməli üst-üstə düşdü. Çünki vətən üçün ona həmişə mən deyəndə ki, biraz bu siyasi yoldan çəkil, biraz həyatın haqqında fikirləş, gələcəyin haqqında fikirləş. O deyirdi ki, mənim məqsədim, əqidəm bu xalqdan ötürü lazım gələrsə ölməyə də bacarmalıyıq. Həmişə mən ona deyirdim ki, axı vətəni də sevirsən, sevməlisən o öz yerində, ancaq bu dərəcədə yox. Həmişə deyirdi ki, biz özümüzə həmişə bir-birimizə sual verir ki, bu vətən mənə neyniyib? Bircə səfər deyirdi, hər bir insan özünə sual versə ki, mən bu vətən üçün neynəmişəm? Onda hər şey daha gözəl olar. Yəni, onun haqqında indi təbii ki, bütün analar öz övladlarını tərifləyir və ana üçün övlad hər zaman 5 pillə yuxarıdır. Mən deməzdim 1 pillə, ancaq onu tanıyanlar bilirlər ki, mənim bu sözümdə heç bir bəlağət yoxdur da. Yəni, fakt, reallığı danışırım. Müşkiyyaz xanım, şəhid olmamışdan əvvəl son söhbətiniz necə oldu? Demək, ayın 30-u, sentyabrın 30-u artıq müharibə 3-4 gün idi, davam eləyirdi. Düzdür, biz bilmirdik ki, Ziya döyüş bölgəsindədir. Çünki Ziya Mingəçevirdə xidmət eləyirdi. Ağlımıza da gəlməzdi. Çünki danışıqlarında da heç var. Hər gündə telefonla danışırdıq halbuki. Bizə bildirmirdi. Elə oldu ki, 30-u mən çox narahat idim. Getdim, gecə saat 4-də işləyərdi, 4-də işləyirdi. Bax belə, ya 4-də qalmışdı, ya 4-də işləyirdi. Səhər üzü zəng gəldi. Atası açdı telefonu, danışdı. Atası ilə danışandan sonra dedi ki, anam oyaqdı, yatıb. Atası dedi ki, yox, yatıb. Oyaqdı. Dedi ki, bir anaya verdi. O bilirdi ki, atası şəkər xəstəsidir. Məndən birinci sözü oldu ki, dedi ki, ana, dərmanlarınız varmı, atamın da, sənin də? Dedim ki, hə, qadanım, nədir ki? Dedi ki, yoxdursa bacıya xəbər eləyim, sabah sizə dava dərman göndərsin. Dedim, yox, hər şey var, narahat olma, başını dönərəm, sən özünə müğayət ol. Qayıtdı ki, dedi, ana, biz atama özüm demədim ki, şəkəri qalxar, biz sabah irəli gedəcəyik. Bax, sənə bir sözüm var. Əgər mənə bir şey olsa, tabutum gələndə ağlamarsan. Deyəndə ana ürəyidir da, nə qədər deyirsən de, analıq, bəlkə də dünyada ən çətin imtahan növüdür. Mən belə oturmuşdum, belə dizlərimi qoydum yerə, dedim ki, anan sana qurban, elə demə. Dedi ki, mən sənə qurban, anasız uşaqlar həmişə gözdən düşürlər. Bax, dediyim kimi, səni bağışlamaram. Mən çünki dostlarıma dedi, səni vətənpərvər bir xanım kimi tanıtmışam. Mənim tabutumun üstündə ağlamarsın. Şahid olanlar da bilir, bilmirəm, bəlkə siz də o tədbirdə, şəhidlərin dəfnində orada olmuşsunuz. Çünki o vaxt biraz insan həyəcandan çox da hər kəsi görmür. Mən çalışdım ki, o oğlumun o son sözlərin, son arzusunu, belə deyim, yerinə yetirim. Bacardığım qədər də ağlamadım. Biz türklərin bir sözü var, deyir, türkün oğlu ya şəhid olar, ya qazi. Mən də həmişə, təbii ki, valideyn olaraq, məncə heç bir valideyn istəməz ki, pis övladın atası, anası olsun. Mən həmişə demişəm, şəhidlik ölümlərin ən gözəlidir. Libasların gözəl olan kimi, ölümlərin də gözəli şəhidlikdir. Bugün təbii ki, mənimlə bərabər mən deyərdim ki, bütün şəhid anaları öz övladları ilə fəxr eləyir. Mən şəxsən bütün şəhidlərlə fəxr eləyirəm. Çünki oğul vətən üçündür, oğul düşmən toxmağıdır deyərlər, oğul düşmən çəpərdir deyəndə, təbii ki, onun məcazi anlamın biz dərindən dərk eləməliyik ki, burada nə edilir. Yəqin ki, siz özünüz də bilirsiniz, türklərdə bir adət olubdur, qız uşaqları doğulanda bir qurban kəsilibsə, oğullar doğulanda, oğlan övladları doğulanda 2 qurban, o da
onunla bağlıdır ki, oğul həm ailənin davamçısıdır, həm vətənin dayağıdır. Məqsəd bu olub, kökaltı mənası. Bugün təbii ki, dərd nə qədər ağır olsa da, qüruru möhtəşəmdir. Bütün valideynlər məncə qürur hissi ilə övladlarını xatırlayır, anır. Dediyim kimi, Ziya fəlsəfəni çox sevirdi. Bu demək olar ki, Ziyanın kitablarının müəyyən bir hissəsidir. Yarı hissəsi Orxanın evindədir, yarı hissəsi bacısının evindədir. Müəyyən bir hissəsi də bizdədir. Bu Ziyanın məzunluq albumudur. Sumqayıt Fərcan kənd orta məktəbində, Sumqayıtda yerləşən Qubadlı Fərcan kənd orta məktəbinin məzunluq albumudur. Bu Ziyanın ailə albumudur. Demək olar ki, burada Ziyanın uşaqlığından tutmuş dostları. Təbii ki, ən yaxın dostlarından biri Araz adında oğlandı. Əslən Cəlilabaddandır. Və bu məktəb illəridir. Orta məktəb Carlı kənd məktəbidir. Bu Ziya ilə Orxanın uşaqlığıdır, iki qardaş. Bax, bu da Ziyanın dostudur. Ziya bildiyiniz kimi Real Partiyasının Qarabağ, Cəbrayıl rayon üzrə Qarabağ Azadlıq Təşkilatı Komitəsinin sədri olubdur. Oxuduğu dövrdə. Bu Ziyanın otaq yoldaşlarıdır. Orxanın əsgər yeddisidir. Burada Bakıdan yola salmışdı. Bu bacısıdır. Bacısının məzunluq günündəndir. Burada da yenə bacısıdır. Çünki Ziyanın demək olar ki, bacısı, qardaşı həyatda onun ən yaxın dostları olubdur. Əsas da bacısı ilə. Çünki 7-ci sinifdən Ziya Qubadlıya gedəndən onun bütün qayğısını bacısı çəkib. Bu hərbi xidmətdə olanda biraz səhhətində problem yaranmışdı. Xəstəxanada çəkilən şəkilləridir. Bax, bu Ziyanın əsgərlikdən demək olar ki, yeganə və ilk şəklidir. Oğlanın adı Yusifdir. Bu ön cəbhədə Ziya bildiyiniz kimi hərbi sanitar işləyirdi, hərbi xidmətdə olarkən. Döyüş zamanı, döyüşdən sonra ayın 25-də əslində çəkilibdir. Burada təbii ki, Ziyanın özünün kitabları ilə əlavə, bax bu Ziyanın kitablarıdır. İndi mən burada deyil, o yuxarıki evdədir. Ziyanın hətta ölümündən sonra hərbi hissədən dostlarının gətirdiyi kitab vardı. Orada özünün oxuduğu son səhifəni, bax, elə ki, beləsinə qatlayıb, orada cümlənin sonu belədir. İnşallah ki, qayıdarıq. Bir də Ziya telefonunu aparmamışdı. O telefonu da yuxarıki evdədir. Mənə zəng elədi. Bir dəfə danışanda dedi ki, ana, əgər məndən ötürü darıxsan, telefonda videolar yığmışam, onlara baxarsan. Mən o şəhid olandan 4 ay sonra telefonu götürdüm və baxdım. İnanın ki, bax, indi qismət yuxarıya çıxsaq, telefona əgər zaryadkası ölmüsə baxarsınız. Ancaq Mikayıl Mirzənin şeirləridir, Məmməd Arazın Qarabağa həsr olmuş, Azərbaycana həsr olmuş şeirləridir. Bir də sonda bir mahnı var. Mübariz Tağıyev səhv eləmirəmsə oxuyur. O mahnıdır. Demək, mənə yığıb paket şəklində qoyduğu son videodur. Bu kitablardan da Ziyanın təbii ki, bəzi şəhidlərimizə, çox şəhidlərimizə bu prezidentin təqdimatı ilə, imzası ilə tərtib olunmuş xatirə kitabıdır. Burada bütün şəhidlərdən var. Təbii ki, Ziyanın da orada adı var. Sonra bu Əbdüləziz xan Əhmədoğlunun sırf Ziyanın uşaqlığından, gəncliyi və şəhadətinə qədər olan demək olar ki, poemadır və o qədər gözəl, anlamlı yazılıbdır ki, bu kitabı oxuyan Ziyanın bütün uşaqlığının, gəncliyinin və son şəhidliyinə qədər bütün həyatı göz önündə canlanır. Həddindən çox poetik dildə gözəl yazılmış bir əsərdir. Bunun bu yaxınlarda bizim öz Sultanlı kəndinin şairə xanımı var, Elmira xanım, Elmira Məmmədova. Bax, hardasa bir ay bundan qabaq demək olar ki, mən kitabın təqdimat mərasimində iştirak eləmişəm.
Sultanın şəhidləri, çünki Sultanın 18 dənədir, səhv eləmirəmsə şəhidi var. 3 dənə itkini var. Sonra nə deyim? Sonra bu Dürdanə Qaraşovanın, bu da Cəbrayıllıdır, bu da Cəbrayıl şəhidlərdir. Bunlar hamısı demək olar ki, hardasa 12 kitabdır. Ziyadxan haqqında məlumatlar var. Bax, bu demək Texnikum Universitetin təşkilatçılığı ilə Texnikum Universitet, yəni Ziyanın oxuduğu universitetin 81 dənədir, 86 dənədir, səhv eləmirəmsə şəhidi var universitet olaraq. 9 milli qəhrəmanı var. Onlardan da biri Kürdəmirlidir və yaşayır hazırda. Onların demək dəstəyi ilə biz Türkiyəyə səfər elədik. 23-cü il idi, 23-cü ildə. 44 günlük zəfər tarixi. Çox gözəl Türkiyədə qarşılanma oldu. Təbii ki, bizi 3 gün bütün Türkiyə şəhidlərinin demək ziyarətində olduq. Azərbaycan konsulluğunda qarşılanmamız oldu. Hətta o vaxt orada Asan televiziya vasitəsilə bizim çəkilişlərimiz, çıxışlarımız, adımız oldu. Çox gözəl və bu da oradan bir xatirədir. Bu jurnal formasında Türkiyədən göndərilibdir. Muzeydən, Tarix Diyarşünaslıq Muzeyində, Azərbaycan Tarix Mədəniyyət Muzeyində. Burada Kürdəmirdən səhv eləmirəmsə 6 dənə şəhiddir. Ziyanın bir dənə üstündə balaca telefonlardan biri, o zərbənin təsirindən telefonun bütün nömrələr hamısı tökülmüşdü da, onu necə deyim ben bunu. Yəni o muzeyə verilmişəm mən Yaqut xanımın köməkçiliyi ilə. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Təbii ki, bayaq dediyim kimi danışmaq həm çətindir, həm asandır, həm şərəflidir, nə bilim. Bu qədər qarışıq hisslər yaşayırsan ki, hər çəkilişdə mən elə bilirəm ki, yenidən Allah siz kömək olsun. Hə, yenidən yaşayıram. Allah sizlərin köməyində olsun ki, bizi şəhidlərimizi unutmursunuz. Borcumuz. Demək olar ki, 5 ildir, 6 ildir artıq həqiqətən istəyir Kürdəmir ictimaiyyəti olsun, istəyir rəhbərlik olsun, icra hakimiyyəti olsun, qazilərlə işbirliyi olsun və yaxud da siz gənclər olsun, hər zaman yanımızdasınız, hər zaman bizə dəstək olmusunuz. Təbii ki, bizim itirdiyimizi itirmişik, qazandığımızı qazanmışıq o öz yerində. Mən deyirəm, analara məncə maddiyyat heç kimə heç nə lazım deyil. Hər kəs nətər indiyəcən şəhidliyi nə qədər nə cür böyüdübsə, ondan sonra da ailəsini dolandırmaq üçün hər kəsin müəyyən mənada gücü çatır. Analara ancaq mənəvi dəstək lazımdır. Şəhid ailələrinə, şəhid yarlarına, şəhid övladlarına hər hansı bir sığal, bir şəhid balasının başına çəkilmiş bir sığal, məncə dünyada hər bir ziyarətin başıdır. Mən həmişə deyirəm, mənim üçün özünüz də bilirsiniz, o biraz demək təkəbbürdür, Allah da təkəbbürü sevmir. Namaz qılsaq da, oruç tutsaq da, mənim üçün mənim qibləm də, səcdəgahım da, Məkkəm də, Mədinəm də şəhidlər xiyabanıdır. Bir də o müqəddəs torpaqlar ki, o torpaqlara mən artıq 4 dəfə getmişəm, ziyarət eləmişəm. İnandırıram, Allah qismət eləsin, bilmirəm, indi sizlər Şuşaya tərəf getmişsiniz, yəqin ki, bilirsiniz. Göz işlədikcə, baxdıqca, o torpaqları gördükcə ürəyində fikirləşirsən ki, ilahi, bunun hər qarışı üçün bir can gedib bəlkə də. Hansı çətinliklərlə alınıb. Mən bizim kəndimizin də belə bir təpə var, ora çıxıb baxanda hələ bir kəndin torpağı göz önündə, ərazisin göz önündə tutanda ürəyində fikirləşirsən ki, gör nə böyük qəhrəmanlıq elədik biz. Bizim oğullarımız, biz deyəndə biraz çıxır. Sadəcə məncə biz ona görə qalib gələ bildik ki, xalqla ordu, prezident, sadə insanından tutmuş, Ali Baş Komandanına qədər hamı birləşməyə bacardı. Bir ananın ən böyük arzusu nə olar? Mən həmişə arzu edirəm ki, bir daha müharibə olmasın.
Bir daha bizim yaşadıklarımızı heç bir analar yaşamasın. Gələcək nəslimizin azad ölkədə, azad torpaqda, azad ölkənin vətəndaşı olaraq aydın səma, qızmar günəş və azad bir ölkənin vətəndaşı olsunlar. Bir daha heç bir ana övlad acısı ilə sınanmasın. Amin. Bir daha o günləri yaşamayaq. Hər zaman sülh olsun, əmin-amanlıq olsun. Gənclərimizin uğurları, ölkəmizi təmsil eləmək bacarıqları ancaq xarici ölkələrdə, dünyanın tanınmış universitetlərində mi deyim, dünyanın digər ölkələrdə gözəl əməlləri ilə mi deyim, Azərbaycanı təmsil eləsinlər. Ancaq mən həmişə deyirəm, nələrdənsə qorxub çəkinib, övladlarımızdakı vətənpərvərlik ruhunu öldürmək olmaz. Hər zaman ayaqda durmalıyıq, hər zaman gəncliyimizi vətənpərvər böyütməliyik. Çünki biz elə bir ölkədə yaşayırıq, elə bir coğrafiyada yaşayırıq ki, bütün ərazimizin, bütün sərhədlərimiz, öz torpaqlarımızla özümüz səhrətlənmişik və hər tərəfdən də demək olar ki, müəyyən mənada mənfur deyək. Marığa yatmış düşmən ölkələrlə həmsəhrətdik. Ona görə hər zaman ayıq-sayıq olmalıyıq. Allah ordumuza, millətimizə güc versin. Amin. Əsgərlərimizi qorusun. Amin. Ayıq-sayıqlarını itirməsinlər. Ali Baş Komandanımızı qorusun. Dünyamıza dişlik versin. Mən yazılarımın birində də yazmışam. Çünki Ziyanın özünün yazısıdır. Onun birində gördüm ki, yazılarının, Facebook yazılarının birində gördüm. Uşaqların müdafiəsi günü ilə bağlı yazısı var idi. Elə bir dünyada yaşayaq ki, övladlarımızın, nəvələrimizin müdafiəyə ehtiyacı olmasın. 3-cü Dünya müharibəsinin ərəfəsindəyik. Dünyamıza dişlik versin. Amin. İnsanlar sülhə gəlsinlər. Ancaq sülh və əmin-amanlıq olduğu yerdə dirlik olur. Bir də birlik olan yerdə dirlik olur. Allah heç vaxt birliyimizi əlimizdən almaz. Amin. Təşəkkür edirəm bir daha gəldiyiniz üçün. Borcunuz. Allah sizləri var eləsin. Sizin radionuza, televiziyonuza, bu bölgə TV-yə uğurlar arzulayıram. Təşəkkür. Arzu eləyək ki, təkcə şəhidlərdən çəkilməsin. Müəyyən mənada gənclərimizin uğurlarından da olsun. İdmançılarımızın qələbəsindən də olsun. Təbii ki, şəhidlər indi elə bir mövzudur ki, şəhidlik mövzusu hər zaman aktual olaraq qalmalıdır. Öncəliyimiz olmalıdır. Bəli. Ancaq mən arzu edirəm ki, bu çəkilişlər ölkəmizin, rayonumuzun iqtisadi inkişafında mı deyim, yeniliklərində mi deyim, gözəl şən günlərində mi deyim, hər birindən çəkilişimiz olsun. İnşallah. Gün o gün olsun ki, Kürdəmirdə böyük telestudiya tikilsin. İnşallah. Allah köməyiniz olsun. Sizlər də onun rəhbəri olasınız, inkişaf eləyəsiniz, nə deyim? Allah köməyiniz olsun. Ürəyinizdəki nə arzular varsa, Allah inşallah ki, kömək olsun. onlara çatmağı Allah Taala hamımıza nəsib eləsin. Təşəkkür edirəm. Var Sağ olun. olasınız uşaqlar. Sağ olun.